Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Ukraynalı jurnalist Dmitri Gordonun suallarını cavablandırıb. Siz ötən il bu zalda mənə dediniz ki, heç vaxt münaqişə ilə barışmayın. Bir çox dəyişiklik baş verib. Bu gün bütün dünya görür ki, Krım yarımadası artıq mühasirəyə alınıb. Bu gün bütün dünya görür ki, dünyanın ən zəngin neft-qaz ölkəsində benzin üçün yanacaq doldurma stansiyalarında uzun növbələr var. Bu gün Ukrayna dronları Moskva, Sankt-Peterburqdan Sibirədək Rusiyanın müxtəlif ərazilərinə zərbələr endirir. Bu gün yeni vəziyyətdə Ukraynaya yenidən nə məsləhət görərsiniz? Bu gün Putinə nə məsləhət görərdiniz? Çünki zənnimcə onun heç bir yaxşı çıxış yolu yoxdur, deyə Dmitri Gordon sual verib. Prezident İlham Əliyev isə cavabında bildirib: Ötən ilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrar etmək istəyirəm. Münaqişə ilə razılaşmayın və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olub bu il ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın. İşğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub. Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı, deyə prezident bildirib.